ən çox qızdıran və ən az qızdıran maşınlardan danışmaq istəyirəm sizə. Əslində çox maraqlı bir mövzudur. Qızmadan uzaq olan avtomobillər birinci növbədə Toyota'ya aiddir. Əsasən də Corolla və Camry modellərinə. Məsələ burasındadır ki, Yaponlar ümumiyyətlə bu istiqamətdə daha etibarlı və asan mexanizm düzəldir. Yəni baş sındırmırlar. Həm də soyutma kanalları daha çox metaldan istifadə olunur, nəinki kaprondan. Bu maşınları düzgün qulluqda 300-500 min kilometrdə sürə bilərsiniz. İkinci yerdə Honda'ların Civic və Accord modelləri yer alır. Üçüncü yerdə isə yenə də Toyota'ya aid Lexus'lar var. Yəni hansısa konkret model yox, hamısı. Söhbətimizi elə bu arada bu antifrizlə kəsib Etek'in bu dəli antifrizini soxuram ortaya. Həm qırmızısı var, həm yaşlı var, həm də göyü var. Hələ ki bundan yaxşısını sözün düzü tanımıram. Yəni mənim sizə məsləhətim budur. Özüm istifadə edirəm. Ən çox qızdıran maşınlar isə BMW-nin N seriyadan olan mühərrikləridir. Plastik radiator və zəif termostata görə. Range Rover'ın Jaguar motorları da qızmağa və xəstələnməyə meyillidir. Mürəkkəb soyutma xətlərinə görə. Volkswagen'in TSI modelləri, köhnə olanlar və təbii ki qızmanın baş tacı olan, yəni süfrənin aşı Chevrolet Cruze. Orijinal olmayan radiator və ya termostat qoyulmadığında problemlər qaçılmazdır. Bəs maşın niyə qızdırır? Soyuq dəyməsi var? Yox. Birinci növbədə antifrizi su ilə qatışdırmaq qətiyyən olmaz. Məsələn, bax bu qarışıqdır. Suya ehtiyac yoxdur. İkincisi də radiatoru azı 2 ildən bir açıb yudurtmaq lazımdır. Bunlar vacib şərtlərdir.